Sabahın futbolcusu Julius Michels misli Premier Ligasında 100. oyununu keçirib. Almaniyalı hücumçunun yübleyi 21. tura təsadüf edib. O Kəpəzlə qarşılaşmada meydana sonradan çıxıb. Azərbaycanda yalnız bir klubda, Sabahda forma geyinən 32 yaşlı forvard 100 oyunda 47 gol vurub. Julius çempionatın tarixində ən azı 100 oyun keçirən legioner statuslu futbolçular arasında ən yüksək orta məhsuldarlığa malikdir. Ümumilikdə isə Michels minimum 100 maçça çıxanların siyahısında orta göstəricidə 7-ci nəticəyə malikdir. Julius turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub. O eyni klubda buna nail olan 210-cu oyunçudur. Misli Premier Ligasının 21-ci turunun 5 oyununda 5 gol vurulub. Turantovuz Zirəni, Araz Naxçıvan Karvanyevlağı, Sabah Kəpəzi məğlub edib. Neftçi Qarabağ qarşılaşması isə təxirə salınıb. Baş tutan 5 görüşdə orta məhsuldarlıq birə bərabər olub. Bu mövsümün yeni antrekordudur. Ardıcıl 2-ci turda məhsuldarlıq antrekordu qeydə alınır. Ötən turun 6 maçında 8 gol vurulmuşdu. Orta məhsuldarlıq 1,33-ə bərabər idi. Orta məhsuldarlığın 1 olması son 9 mövsümün antrekordunun təkrarıdır. Belə göstərici sonuncu dəfə ötən mövsümün 12-ci turunda qeydə alınıb. Sabah misli Premier Ligasında ardıcıl 10-cu qələbəsini qazanıb. Bakı klubu seriyasını yübley həddinə 21-ci turda çatdırıb. Paytaxt təmsilçisi buna evdə Kəpəzi 1-0 hesabı ilə məğlub etməklə nail olub. Sabah buna dək İmişliyə, Neftçiyə, Turantovuza, Qarabağa, Sumqayıta, Karvanyevlağa, Zirəyə, Araz Naxçıvana və Qəbələyə qalib gəlib. Klub tarixində ilk dəfə belə seriyaya imza atan Sabah, turnirin tarixində ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Buna dək 8 klub 17 seriyaya imza atıb. Misli Premier Ligasının 21-ci turu Filip Ozoviç üçün əlamətdar olub. Turantovuzun yarım müdafiəçisi turnirdə 70-ci golunu vurub. O Zirə ilə ev oyununda fərqlənib. Filip 70-ə 218-ci oyununda çatıb. Misli Premier Ligasının 21-ci turunun Turantovuzla oyunu David Volkov üçün yübley xarakteri daşıyıb. O Zirənin heyətində 100-cü çempionat maçını keçirib. Gürcüstanlı hücumçu bu qarşılaşmalarda 36 gol vurub.